2 gün önce Yasamal'da yaşayış binasında baş veren güclü yangın zamanı helak olanlardan biri de Samir Kamaloğlu Məhəmmədovdur. Sumqayıt 24 az xəbər verir ki, o ötən gün Köhnə Saray qəbirstanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır. Belə ki, onun övladları 2021-ci il təvəllüdlü Məhəmməd Mikail Samiroğlu'nun və Məhəmməd Daniye Samiroğlu'nun müalicələri toksikologiya şöbəsində davam etdirilir. Məlumata görə o Kapital Bankda layihə meneceri olaraq işləyib. Bundan əlavə o yanğın baş verən binanın komendantı kimi fəaliyyət göstərib. Yanğın zamanı həyatını itirənlərdən biri də tanınmış vəkilin övladı imiş. Yey Hüquqas xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır. Azyaşlının babası isə tanınmış vəkil Elçin Qəmbərovdur. Bildirilib ki, Əli Qəmbərovun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.